Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Özəl müsahibənin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu dəfə biz özəl müsahibədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələrini müzakirə edəcəyik. Yəni, məsələn, universitet xarici universitetlərlə ikili diplom proqramını necə aparır, tələbə təcrübə mübadiləsi necə həyata keçirilir və digər maraqlı suallarımız olacaq. Özəl müsahibənin həqiqətən də bugün özəl qonağı var və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru gənc bir xanımdır qonağımız Nigar xanım Aydılova. Nigar xanım, xoş gördük sizi özəl müsahibədə. Xoş gördük Bahar xanım. Necəsiz? Təşəkkür edirəm. Siz necəsiz? Təşəkkür edirəm. Nigar xanım 31 yaşında belə deyək, həm mən onu diqqətə çatdırım ki, dəyərli izləyicilərimiz, Nigar xanım həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr, eyni zamanda magistr təhsilini alıbdır və hazırda da prorektor kimi fəaliyyət göstərir. Ümumiyyətlə, bu posta gəlmək çox böyük uğurdur, eyni zamanda da məsuliyyətdir. Sizin üçün gözlənilən bir, belə deyək, addım idi bu, yəni bu posta təyin olunmağınız, yoxsa sizin üçün gözlənilməz oldu? Ümumiyyətlə, hansı hissləri keçirirdiniz? Necə eşitdiniz xəbəri? Çox sağ olun, sağolunuz'a görə Gülbahar xanım. Mənim üçün qərardan öncə namizədliyimin irəli sürülməsi gözlənilməz olmuşdur və cənab rektor tərəfindən namizədliyim irəli sürülərkən İlk hiss etdiyim böyük məsuliyyət olmuşdur. Çünki mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olmuşam və eyni zamanda da ilk əmək fəaliyyətimə bu universitetdə başlamışam. İnformasiya Kommunikasiyalar Texnologiyalar Mərkəzində mühəndis olaraq fəaliyyət göstərirdim. Namizədliyimin irəli sürülməsi mənim üçün gözlənilməz oldu. Uzun və çox şaxəli yoxlanış prosesləri oldu və sonda Cənab nazir tərəfindən qərar veriləndə açığı bu mənim üçün çox böyük sürpriz olmadı. Çünki dediyim kimi yoxlanış prosesi mənim üçün o qədər öyrədici olmuşdu ki, mən daha çox prosesə fokuslanmışdım. Nəticəsinin necə olmasının asılı olmayaraq bilirdim ki, mən bu müddət boyunca daha çox şey öyrəndim. Halbuki ADNUS-unun müxtəlif istiqamətlərində həm akademik, inzibati, pedaqoji fəaliyyətində 10 ildən çox müddət sərf etmişdim. Tədris fəaliyyətim geniş olmuşdu. Ancaq buna baxmayaraq bu yoxlanış proseslərində ADNUS-unun beynəlxalq standartlara necə uyğunlaşdıra bilərik deyə öz üzərimdə çox işləmişdim. Və nəticənin dediyim kimi necə olmasından asılı olmayaraq mən əsas fokuslanmışdım prosesə. Nəticə qərar çıxdıqda bu sadəcə sizin başlamalı olduğunuz bir işin qanuniləşməsi deməkdir. Artıq söz sizdədir. Siz öz töhfənizi qatmalısınız. Bu zaman hiss etdiyim yeganə böyük bir məsuliyyət olmuşdur ki, bəli, mənim üçün 31 yaşında məzun olduğum universitetin beynəlxalq əlaqələr üzrə prorektoru olmaq uğurludurmu? Kimləri üçünsə uğurludur, amma mənim üçün ən əsas uğur bu vəzifədə uğurlu olmaqdır. Çox gözəl. Uğurlar arzu edirik. Təşəkkür edirəm. Daha böyük nailiyyətlər arzu edirik. Və belə deyək də, mühəndislik, neft kimya sahəsi deyəndə Nigar xanım, əsasən ağlımıza kimlər gəlir? Bəylər gəlir. Amma belə deyək də, kişilərin üstünlüyü təşkil etdiyi bu sahədə beynəlxalq əlaqələri idarə etmək universitet üçün hansı, belə deyək də, necə bir fərqlilik və zəriflik yaradacaq? Zərifliyi ona görə vurğuladım ki, xanım olduğunuz üçün. Təşəkkür edirəm. Universitetimizin inzibati, administrativ, pedaqoji sahələrində, istərsə də tələbə həyatında gender bərabərliyi kifayət qədər gözlənilir. Ancaq administrativ olaraq xanım zərafətinin olmasının bir çox üstünlükləri var. Birincisi, siz inklüziv ünsiyyətə daha çox önəm verirsiniz, bir qədər empatik yanaşırsınız. Ola bilər sizin strateji düşüncəniz daha üstün ola bilər. Bu artıq şəxsə görə dəyişir təbii ki. Və mən fikirləşirəm ki, xanımlarda tənzimlənməli olan nüanslardan biri də professionallığın qorunmasıdır. Ki, bunu əslində bəylər daha yaxşı qoruya bilir. Bəzi hallarda, daha çox desəm, bir çox hallarda xanımlar məsələyə emosional yanaşırlar. Təbii ki, eyni situasiyalar müəyyən qədər bir neçə illər öncə məndə də yaranırdı. Amma indi mən maksimum dərəcədə emosiyalardan kənar, professional şəkildə işi həyata keçirtməyə və idarə etmədə professionallığın qorunmasına xüsusi diqqət yetirirəm. Mən elə gəlir ki, xanımların administrativ fəaliyyətdə olmasında həm diqqət yetirilməli olan nüanslar bunlardır, həm də ki, bir növ bizi uğura apara biləcək meyarlardandır.
Çox gözəl. Mən az öncə qeyd etdim ki, adınızı xarici universitetlərlə ikili diplom proqramları həyata keçirilir. Bu proses ümumiyyətlə hansı yerdədir və belə deyək də tələbə mübadilə proqramlarının genişləndirilməsi istiqamətində hansı işlər görülür? Ölkəmizdə ilk dəfə iki ölkə arasında universitet modeli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində həyata keçirilmişdir. Onun rəhbərliyi ilə idarə olunmuşdur. 2016-cı ildə ölkə başçımız cənab Prezident İlham Əliyev tərəfindən verilən sərəncama əsasən Azərbaycan Fransız Universiteti təsis olunmuşdur və donor universitet olaraq ADNUS seçilmişdir. Daha sonra ADNUS-un beynəlxalq fəaliyyət tarixində ilklərdən biri ölkəmizdə ilk dəfə və hal-hazırda yeganə universitetdir ki, top 100-lükdə olan universitetlə ikili diplom layihəsini həyata keçirir. ADNUS-un artıq 3 ildir ki, Böyük Britaniyanın Warwick Universiteti ilə günümüzün aktual sahəsi olan bərpa olunan enerji mənbələri istiqaməti üzrə magistr kadr hazırlığı aparılır. Bundan əlavə ADNUS ölkəmizdə ilk dəfə beynəlxalq qrant əsasında MBA proqramının təsis olduğu universitetdir. ADNUS ölkəmizdə ilk dəfə təhsil proqramları beynəlxalq akkreditasiyadan keçmiş universitetdir və dövlət universitetidir, xüsusunu vurğulayım. Hal-hazırda ən çox təhsil proqramı beynəlxalq səviyyədə akkreditə olunmuş dövlət universitetidir. Bundan əlavə ADNUS ikili diplom proqramlarının sayına görə ölkədə lider universitetdir. Ən çox əcnəbi məzunu olan universitetdir. Hal-hazırda isə əcnəbi tələbələrinin sayına görə lider universitetlərdən biridir. Ümumiyyətcə ölkəmizdə ümummilli lider Heydər Əliyevin beynəlxalq təhsil qrantı əsasında təhsil alan əcnəbi tələbələrin 1/3-nin, təxminən 30%-nin təhsil müəssisəsi olaraq seçdiyi universitet ADNUS-udur. Bu bizim üçün və bu kimi bir çox beynəlxalq fəaliyyət tarixində ADNUS-un uğurları olmuşdur. Bu bizim üçün çox fəxr doğurucu nüanslardır. Hansı ki biz bunları beynəlxalq görüşlərimizdə qeyd edəndə böyük qürurla səsləndiririk. Hal-hazırda ADNUS-u tələbələr üçün akademik mobillik proqramlarını ən geniş şəkildə təqdim edən ölkədə ilk universitetlərdəndir. Təkcə ötən semestr, təhsil semestrində ADNUS-unun 100-ə yaxın tələbəsi akademik mobillik proqramlarında iştirak etmişdir. Növbəti təhsil semestrində də bu qədər tələbənin dünyanın müxtəlif ölkələrində mobilliyinin həyata keçirilməsi nəzərdə tutulub. Təkcə ötən semestr bizim İsveç Krallığının Linköping Universitetində 5 tələbəmiz, Strasburg Universitetində orada artıq 30-dan çox tələbəmiz akademik mobillik fəaliyyətində olmuşdur. Bundan əlavə olaraq Özbəkistan və Qazaxıstanın lider universitetlərində həm doktorant tələbələrimizin, həm də bakalavr, magistr səviyyələri üzrə təhsil alan tələbələrimizin akademik fəaliyyətləri olmuşdur, mobillik proqramları olmuşdur və növbəti semestr üçün biz artıq coğrafiyanı daha da genişləndiririk, tələbələrimiz üçün daha geniş imkanlar açırıq, daha çox ixtisasların akademik mobilliyinin həyata keçirilməsinə fokuslanırıq və təhsil səviyyələrinin daha geniş şəkildə təşkilinə fokuslanırıq. Bundan əlavə yay dövründə də istəyirik ki, həm doktorantlarımızın, həm müəllimlərimizin təkmilləşməsi davam eləsin. Akademik mobillik yalnız tələbələrin mobilliyi demək deyil, bu eyni zamanda tədris köməkçi heyətinin də mobilliyi deməkdir. İnşallah növbəti həftələrdə ADNUS-un 20 müəllimi Türkiyənin Orta Doğu Texnik Universitetində tədqiqat və təlim mobilliyində iştirak eləyəcəkdir. Onların səfəri olacaqdır və 4 doktorantımız Qazaxıstanın tədqiqat universitetlərində öz dissertasiya işlərinin, praktiki hissələrinin həyata keçirilməsi üçün səfərə yollanacaqlar. İkili diplom layihələrinin genişləndirilməsi üçün də təbii ki, çox gözəl layihələrimiz var. Hazırda ADNUS-u nəinki ikili diplom layihələrinin burada keçirilməsinin reallaşdırılması ilə məşğuldur. Eyni zamanda da ADNUS-unun tədris modeli ölkədən kənarda tətbiq olunur artıq. Biz bir neçə müddət öncə Özbəkistanda Türk Dövlətləri Beynəlxalq Universitetinin 3 ixtisası üzrə kimya mühəndisliyi, geologiya, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi istiqamətləri üzrə ADNUS modeli əsasında tədrisin həyata keçirilməsi istiqamətində razılıq əldə etmişdik və onlardan inşallah sentyabr ayından etibarən ADNUS modeli əsasında tədris həyata keçiriləcəkdir. Burada artıq yararlanan tələbələr Türk dövlətlərinin tələbələri olacaqdır. Və eyni zamanda Azərbaycan Respublikası vətəndaşları üçün ikili diplomlarımız artıq onların sayı ondan çoxdur və başqa yeniliklərimiz də var. Yaxın günlərdə onlar da elan olunacaqdır. Ümumən götürsək, ADNUS bəli, ölkədə ikili diplom proqramlarının sayına görə lider universitetlərdəndir. Bunu qorumaq
keyfiyyətli şəkildə qorumaq bizim üçün önəmlidir və dayanıqlığı qorumaq bizim üçün önəmlidir. Nigar xanım, beynəlxalq əlaqələr üzrə prorektor kimi qarşınıza qoyduğunuz o ən böyük xəyal etdiyiniz layihə nədir? Bəzən xəyal etdiklərimizdən fərqli yollara gəlib çıxırıq təbii ki və əldə etdiyimiz nəticələr xəyal etdiklərimizdən daha böyük olur. Yol boyunca istənilən halda hədəfləriniz müəyyən qədər şəkil alır, formalaşır. Hal-hazırda əlbəttə ki, xəyal etdiyimiz bir layihə var və xəyalları gerçəkləşdirmək üçün əlimizdəki resursları çox yaxşı təhlil eləmişik. Onun üzərində ciddi şəkildə çalışırıq və bu istiqamətdə bu günlərim əsaslı bir görüşümüz olacaqdır inşallah. Ümid eləyirik ki, uğurlu keçər görüşünüz. Bəs adınızı yaxın 5 il ərzində dünya reytinqlərində necə bir mövqedə görmək istəyirsiniz? Mən bizim cənab rektorun çox gözəl bir məzun günündə ifadəsi var idi, onu qeyd eləmək istəyərdim. Düzü özüm təhlil aparmağı çox sevirəm və bu nüansı diqqətimdən qaçırtmışdım. Onun çıxışında fərqinə vardım. Qeyd eləmişdi ki, bizim bugün məzun olan bakalavr tələbələrimiz 4 il öncə universitetə daxil olarkən universitet heç bir beynəlxalq reytinqdə yer almırdı. Hal-hazırda isə universitet dünyanın 20 mindən çox hətta universiteti arasında ilk minlikdə qərarlaşmış universitetdir. Bu adımsının qısa bir müddətdə keçdiyi beynəlxalq uğur yoludur. Yaxın 5 il ərzində isə hədəflərimiz bəlli, böyükdür və yaxın 5 il ərzində adımsının da çox əminliklə deyə bilərəm ki, öz hədəflərindən daha yaxşı yerdə olacağı əlbəttə ki, realdır. Çünki biz strateji inkişaf planımız əsasında doğru şəkildə irəliləyirik və beynəlxalq fəaliyyətdə də həyata keçirdiyimiz görüşlər, istənilən layihələr olarkən ilk öncə nəzərə alırıq ki, bu layihənin bizə qatacağı dəyər nə olacaqdır? Dayanıqlı olacaqmı, yoxsa sadəcə görünürlükmü qatacaqdır? Əgər sadəcə görünürlük qatacaqsa, onu reallaşdırmaq bizim üçün hal-hazırda lazımdırmı? Daha çox başqa dəyərlər önəmlidir. Tələbələrimizə, universitetimizin özünün akademik fəaliyyətinə, elmi tədqiqat fəaliyyətinə nə kimi dəyərlər qatacaqsa, o layihələrdə yer almaq bizim üçün önəmlidir və mən düşünürəm ki, biz artıq istiqaməti çox doğru götürdüyümüzə görə yaxın 5 ildə reytinqlərdə əlbəttə ki, ciddi şəkildə irəliləyişimiz olacaqdır. Çox gözəl. Mübadilə proqramları vasitəsilə, yəni mübadilə proqramları çərçivəsində bizim gənclərimiz, tələbələrimiz xaricdə gedib təhsil alırlar. Bu təbii ki, gözəl bir belə deyək nüansdır. Bəs xarici tələbələrin ölkəmizə, xüsusilə də deyək ki, Adnusiya cəlbi istiqamətində hansı işlər görülür? Yəni xarici tələbə sayını artırmaq üçün hansı islahatlar həyata keçirilir? İlk öncə onu qeyd eləmək istərdim ki, biz strateji inkişaf planımızda əcnəbi tələbələrimizin sayının artırılmasını prioritet hesab edirik və konkret olaraq bizə rəhbərlik tərəfindən qoyulmuş hədəf də var ki, yaxın 5 il ərzində hansı nöqtəyə gəlməliyik və bu nöqtəyə gəlmək üçün biz düzgün şəkildə maliyyə hesablamaları aparmışıq, universitetin digər resurslarını nəzərə almışıq və son 1 il ərzində gəldiyimiz yol onu göstərir ki, bəli, biz düzgün istiqamətdəyik. Əcnəbi tələbələrimizin sayı ötən ildən bu günə nəzərən ciddi şəkildə artmışdır. Hazırda Adnusunun əldən çox ölkədən 1000-dən çox tələbəsi təhsil alır. Onlar təhsilin müxtəlif səviyyələrində həm hazırlıq səviyyəsi, həm bakalavriat, magistratura, həm də doktorantura səviyyəsi üzrə Adnusda təhsil alırlar və coğrafiya üzrə də istər Avropa, istər Asiya ölkələrindən çoxsaylı tələbələrimizin olması bizim üçün çox sevindiricidir. Lakin bu bizim üçün kifayət eləyirmi? Əlbəttə ki, xeyr. Çünki əcnəbi tələbə sayının nə qədər çox olması təhsilə həm tələbələr nöqteyi nəzərindən, yerli tələbələrimiz nöqteyi nəzərindən, eyni zamanda da akademik heyətin tədris metodunun müəyyən qədər dəyişməsi nöqteyi nəzərindən çox dəyər qatır. Ona görə biz əcnəbi tələbələrimizin artırılması istiqamətində müxtəlif təşviqat kampaniyaları həyata keçirdirik. Hal-hazırda əcnəbi tələbə qəbulu gedir. Biz bilirik ki, hansı coğrafiyadan əcnəbi tələbələrimizin gəlməsi arzu olunandır. Burada təbii ki, dövlət strategiyası da önəmli götürülməlidir.
aktiv şəkildə müvafiq qurumlarla fəaliyyət göstəririk. Heydər Əliyev Beynəlxalq Qrantı əsasında əcnəbi tələbələrin cəlbində xüsusi şəkildə Elm və Təhsil Nazirliyinin dəstəyinin olması danılmazdır. Minnətdarlığımı bildirirəm buna görə. Ancaq buna əlavə əcnəbi tələbələrin cəlbində müxtəlif regionlarda olan, hansı regionlar ki, bizim üçün artıq hədəf regionlarıdır, təhsil sərgilərində iştirak edərək təşviqat kampaniyalarını bir növ həyata keçiririk. Lakin burada mən çox sevinirəm ki, bizim əcnəbi tələbələrimizin dəstəyi də böyükdür və bu süni şəkildə olan bir dəstək deyil. Onlar universitetin cəmiyyətinin bir hissəsi kimi özlərini hesab etdiklərinə görə artıq burada aldıqları tədris metodologiyasını, onlar üçün yaradılan şəraiti özləri də bir növ reklam etməyə başlayırlar və bu bizim üçün çox yaxşı bir növ PR-dır və düşünürəm ki, bəli, bizi son bir ildə uğura aparan, əcnəbi tələbə sayının xüsusilə artımında uğura aparan yollardan biri də budur. Hansı ki, bunu artıq davam etdirməyi yenə də düşünürük. Universitet auditoriyalarında sizdən bir neçə yaş kiçik olan, xaricdə oxumaq istəyən, böyük şirkətlərdə çalışmaq istəyən tələbələrimiz, gənclərimiz var. Siz gənc bir xanım olaraq onlara baxanda özünüzü bir rəhbər kimi hiss edirsiniz, yoxsa onların yolunu aydınladan bir şəxs? Çox gözəl sualdır, təşəkkür edirəm. Düzü, mən MBA proqramında müəllim kimi fəaliyyət göstərdiyim müddətdə də çox cüzi yaş fərqimiz olan tələbələrə tədris eləyirdim və çox zaman onlar məndən böyük olurdular. İndi də eyni zamanda həm Çin-Çinə fəaliyyət göstəririk, həm də ki, onlar, yəni əcnəbi tələbələrimizin də yaşının çox da az olmasını deyə bilmərəm. Onlar da kifayət qədər orta yaşa yaxın tələbələrdir. Düzü, bu baxımdan bir çətinlik olmur onlarla. Mən çalışıram bu istiqamətdə özümü onların yolunu aydınlatan biri kimi olmağa yönəldim. Bunu nə dərəcədə bacarıram, bu təbii ki, qarşı tərəfin geri dönüşümünə bağlıdır və mənim bu yolda göstərdiyim səylərin nəticəsinə bağlıdır təbii ki. Ancaq adətən yəni bütün səylərimi birləşdirirəm ki, onları maksimum dərəcədə motivasiya eləyim, aramızda hansısa bir administrativ sərhəd olmasın, istər pedaqoji fəaliyyətdə, istərsə də rəsmi iş fəaliyyətində, təbii ki, professionallıq qorunması çərçivəsində maksimum dərəcədə o sərhədi çox böyük qoymamağa çalışıram ki, onlar bir növ sizə baxarkən sizinlə niyə əməkdaşlıq etsinlər? Bu önəmlidir. Yəni siz sadəcə beynəlxalq əməkdaşlığa mı fokuslanırsınız, yoxsa komanda əməkdaşlığına, komanda işinə də mi fokuslanırsınız? O əməkdaşlar sizin üçün hansısa bir dəyəri formalaşdırırlar və bu birlikdə komanda işidir. Heç kəs uğura tək çata bilməz. Siz komanda ilə birlikdə çata bilərsiniz. Hazırda bizim komandamızda yaşı məndən böyük olan şəxslər də var, eyni yaşlı şəxslər də var. Ümumiyyətlə mən onların yaşı ilə bağlı konkret olaraq maraqlanmağı da önəmli hesab etmirəm. Əsas biz işimizdə fokuslanırıq. Çox sevindirici haldır ki, hər kəs üçün ortaq dəyər nə eləyə bilərik universitet üçün budur. Və bu bizi bir çox istiqamətdə irəli aparır. Nigah xanım, sizcə müasir qlobal dünyada, sürətlə dəyişən dünyada bir tələbənin oxuduğu kitabdan, aldığı diplomdan başqa hansı gizli bacarığı olmalıdır? Çox yaxşı sualdır. Burada biz həm yerli, həm əcnəbi tələbələrə nəzərən cavab verməliyik. Düşünürəm ki, dünya görüşü çox önəmlidir. Bir qədər hisslərini cilovlamaq önəmlidir. Bu da gizli bacarıqdır. Diplomatik yanaşma çox önəmlidir. Siz harda, nəyi necə etməli olduğunuzu özünüz tənzimləməlisiniz. Söyləyəcəyiniz sözlər sizi ifadə eləyir, seçimləriniz sizi ifadə eləyir. Bunlar artıq sizin gizli özünüzdə formalaşdırmalı olduğunuz bacarıqlardır. Digərləri isə artıq müxtəlif həyat fəaliyyəti dövründə əldə etdiyiniz bacarıqlardır. Onlar sizin bir növ hard skillləriniz olurlar. Amma təbii ki, ünsiyyət, dəyərlərin qorunması, bunlar mənim üçün çox önəmlidir.
Yəni bu sadaladıqlarınızı özünüzə də şamil edirsiniz eyni zamanda və yaxud da sualı belə verim ki, bu sadaladıqlarınızdan hansı sizin gizli bacarığınızdır? Məncə diplomatik yanaşma. Diplomatik yanaşma. Çox gözəl. Mən az öncə qeyd etdim ki, siz özünüz də adınızı məzun olmusunuz, bakalavr, həm magistr təhsilinizi. Ümumiyyətlə, tələbəlik illərinizdən bu günə qədər adınızda sizi ən çox sevindirən dəyişiklik nədir? Çox sağ olun, çox cavablandırmaq istədiyim suallardan biridir. Son bir il ərzində adınızda o qədər dinamik dəyişikliklər olur. İstər islahatların həyata keçirilməsi, istərsə də tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində bir çox dəyişikliklər var. Hansı ki, müəyyən müddət mən başqa departamentdə fəaliyyət göstərdiyim müddətdə bir çox administrativ işin təbii ki, sahəm gərəyi içərisində olmadığıma görə onları artıq sosial mediadan izləyirdim və məni o dəyişiklikləri görmək sonsuz dərəcədə qürurlandırırdı. Hazırda universitetimizin maddi texniki bazasının daha da yaxşılaşdırılması, əcnəbi müəllimlərin tədris prosesinə aktiv cəlb olunması, beynəlxalq imkanların tələbələrimiz, eyni zamanda inzibati heyət üçün genişləndirilməsi, beynəlxalq layihələrimizin çoxalması, yerli və beynəlxalq qrantların çoxalması, tədqiqat üçün bir çox imkanların yaradılması, universitet rəhbərliyi tərəfdən əməkdaşların həm motivasiya olunması, həm də təşviq olunması mənim üçün çox sevindirici faktorlardır. Hansı ki, Adnusu indi mənə görə görmək istədiyim bir yerdədir. Amma Adnusunun nüfuzunu nəzərə alsaq, daha da yaxşı yerlərə layiqdir təbii ki. Və son olaraq Nigar xanım, sizin kimi uğurlu olmaq istəyən gənclərə, öz həmyaşıdlarınıza, gənclərə buradan şəxsi mesajınız nə olardı? Təhsil TV kameraları vasitəsilə buyurun. Ümumiyyətlə, uğur təsadüfüdür. Mənə görə uğur təsadüfü deyil. Yəni, uğur qazanmaq üçün gərgin zəhmət tələb olunur. Sizin az öncə qeyd etdiyiniz kimi yaxşı komanda olmalıdır. Sizin üçün necədir? Mənim üçün uğur disiplinli olmaqdır və uğur yolunda sizin qarşılaşdığınız maneələrə məhəl qoymamağınız önəmlidir. Siz nə dərəcədə uğuru əldə etmək üçün dayanıqlısınız və hədəfləriniz hazırki potensialınıza nə dərəcədə uyğundur. Siz hədəflərinizə çatmaq üçün öz üzərinizdə necə işləyirsiniz? Uğurun ən əsas açarı mənə görə dayanmadan inkişaf etmək, disiplinli olmaq, özünüzü görmək istədiyiniz yerə, olmaq istədiyiniz yerə, töhfə verəcəyiniz yerə həsr etməkdir. Mənlə gəlir ki, bir insan, xüsusilə də gənclərimizə tövsiyəm, əgər bütün ambisiyalarınızı olmalı olduğunuz yerə və hədəflədiyiniz yerə özünüzü daha yaxşı həsr etmək, ora töhfə vermək üçün birləşdirsəniz, siz əlbəttə ki, uğurlu olacaqsınız. Çox gözəl. Mən sizə təşəkkür edirəm Mən təşəkkür edirəm. Çox xoş bir müsahibə oldu. Çox sağ olun. Bizim üçün xoş oldu. Çox sağ olun. Səmimi və pozitiv keçdi məncə müsahibəmiz. Təşəkkür edirəm. Çox təşəkkür edirik ki, təklifimizi qəbul etdiniz və özəl müsahibənin qonağı oldunuz. Çox sağ olun. İşlərinizdə uğurlar arzu edirik. Minnətdaram. Dəvət üçün təşəkkür edirəm. Var olasınız. Çox sağ olun. Sağ olun. Və beləliklə dəyərli izləyicilərimiz, özəl müsahibənin növbəti buraxılışı sona çatdı. Bir daha qeyd etmək istəyirəm ki, özəl müsahibənin özəl qonağı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Nigar xanım Aydılova idi. Növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun.